Əvvəlcə xoş gördük sizi. Axşamınız xeyir olsun. Sizin də axşamınız xeyir olsun. İstərdim şəhid haqda xatirələrinizi bölüşərdiniz. Şəhidimiz necə bir insan idi? Onun digərlərdən fərqləndirən xüsusiyyətləri nə idi? Mən şəhid Quliyev Elnur haqqında çox söz danışa bilərəm. Çox mərhəmətli, çox istiqanlı, çox ailəcanlı bir insan idi. Evlatlarına qarşı o qədər mərhəmətli idi ki, istər yad olsun, istər dost olsun, fərq eləmirdi onun üçün. Hamı onun üçün bir idi də elədir ki, hər kəsi özünə çox yaxın bilirdi. Vətəninə bağlı, qayğıkeş bir insan idi. Atasına, anasına hörmət bəsləyən, həyat yoldaşına hörmət bəsləyən, qardaş canlı. İstəyərdi ki, əlindən gəldiyi qədəri hər kəsə kömək dəysin. Əlindən bacardığı qədər hər kəsə kömək eləyərdi. Bəs yaxşı, ailədə ən çox hansı xatirələri ilə yad olunur indi? Nə bilim, evlatları həmişə atasının onlara qarşı xoş münasibətindən danışırlar. Atam bizi belə gəzdirərdi, hər istədiyimizi alardı. Yəni, danışıb gülməyi ilə, xoş sözləri ilə, hər zaman bizim ailəmizdə, hər zaman onun adı keçir. Biz o gün olmaz ki, onun adını çəkməmiş olaq. Xoş söhbəti ilə, sevincli ilə, xoş gülüşü ilə, hər kəsə elə bil ki, hər kəsə, hamıya məsləhət verən bir insan idi. Hər kəsin də ağlında, hər kəsin də fikrində yaxşı bir insan kimi yad olunur o. Mən deyə bilmərəm ki, o pis bir insan olubdu. Ola da bilməz, heç bir vaxt. Vətən sevgisin gündəlik həyatda necə hiss etdirirdi şəhid Elnur Quliyev? Həmişə şəhid olmağı arzu eləyirdi. Ən böyük arzusu o idi ki, şəhid olsun, vətən uğrunda, milləti uğrunda. Öz istəyinə də nail oldu. Düzdür, biz onunla fəxr edirik, qürur duyuruq. Mən hardasa Elnurun şəklini görəndə, paylaşımlarını görəndə onun xanımı kimi qürur hissi keçirdirəm, fəxr eləyirəm onunla. Amma düzdür, onun yoxluğu bizi çarəsiz qoyur. Amma onun bizə bir təsəllisi var ki, o şəhiddir, torpaqların azad olunması üçün öz qanından, canından keçdi. O, gələcək nəsillər atasız qalmasın, evlatlar boynu bükük qalmasın deyə öz evlatlarını atasız qoydu o. Vətən sağ olsun təki. Uşaqlıqdan hərbi xidmətə marağı var idimi? O, Fövqəladə Hallar gəmisində işləyirdi. Düzdür, ata-anasının sözünə baxmayaraq, onlardan xahiş elədi, dəfələrlə xahiş eləyirdi. Hər oturanda, hər söhbət eləyəndə ki, mən hərbini istəyirəm. Hər içimən qarşı hamımız deyirdik ki, işim var da onsuz da, gəmidəsən. Deyirdi ki, yox, mən hərbini istəyirəm. Hərbini o qədər sevirdi ki, o qədər oradan xoş təfərrüatlarla gəlirdi ki, mən o insanı yorluq görməzdim. Deyirdi ki, bu şirin yorğunluqdur. Mən heç vaxt yadıma sala bilmərəm, yadıma düşməz ki, o insan deyər ki, yorulmuşam, ya bezmişəmmi, ya həmişə vətənpərvər, vətəninə sadiq, vətənpərvər insan olubdu. Onun şəhid olması ailə üçün nə ifadə edir şəhidimizin? Düzdür, bizim hər birimiz şəhid Quliyev Elnurla fəxr eləyirik. Mən yoldaşım kimi fəxr eləyirəm. Evlatlarım elə bir ataları olduğu üçün fəxr eləyir. Ata-anası igid qəhrəmancasına, igidliklə şəhid olduğuna görə fəxr eləyir. Amma bir o qədər də, nə bilim,
Yoxluğu da insanı incidir, insana acı təəssüratlar bağışlayır. Amma yenə də ki, biz onunla fəxr edirik. Bir ömür boyu da fəxr edəcəyik. Sizin üçün şəhidlik nədir Günay xanım? Mənim üçün şəhidlik ali mərtəbədir. Oradan uca mərtəbə heç vaxt ola bilməz. Yəni şəhidlik qürurdur, fəxirdir. Bir ömür boyu mən onunla fəxr eləyirəm. Mənim üçün şəhidlik odur. Yəni bu günlərim 44 günlük müharibədə onun kimi necə şəhidlər öz canından keçdi. Torpaqlarımızı düşmən tapdağı altında qoymadı. Mən onunla bir ömür boyu fəxr eləyəcəm, qürur duyacağam. Bugünkü gündə gənclərə şəhidlərimizin adından nə demək istərdiniz? Gənclərimiz də baxsınlar, görsünlər, o şəhidləri özlərinə örnək götürsünlər. O dərəcədə örnək götürsünlər ki, vətən üçün, torpaq üçün öz qanlarından, öz canlarından keçmək lazımdır. Yəni düşməndə Azərbaycanın bir qarış torpağını qoymamalıdırlar. Bəs Günay xanım, sizə belə bir sual vermək istərdim. Bu çətin yolda sizə ən çox güc verən nə oldu həyatda? Bu yolda mənə güc verən iki şey var. Biri onun mənə əmanət qoyub getdikləridir. İkincisi də ki, sevgimizdir. Bəs Günay xanım, sizə belə bir sual da vermək istərdim. Dövlətin və xalqın diqqətini üzərinizdə necə hiss edirsiniz? Çox yaxşı, dövlətimiz də, millətimiz də sağ olsun, var olsun, Ali Baş Komandanımız sağ olsun ki, bu cürnə şəhidlərin əmanətlərinə qayğı göstərir, unutmur heç vaxt. Çox sağ olsunlar, vətən sağ olsun. Cəmiyyətimiz şəhid ailələrinə necə yanaşmalıdır? Məncə yaxşı da yanaşırlar. Yəni bundan artıq nə olmalıdır ki, hörmət bəsləyirlər. Bu qədər yaxşı rəftar edirlər. Bundan artıq nə olmalıdır ki? Günay xanım, bunu belə sual vermək çətin də olsa, amma istərdim sizə sual verərdim. Şəhidimizin arzuları nələr idi həyatda? Şəhidimizin ən böyük arzusu evladlarının, Elnar və Gülnarın birinci dərəcədə oxumağı idi. Mən çalışdığım qədər öhdəmə düşəni yerinə yetirməyə çalışıram ki, onun arzusunu yerinə yetirək. Ən böyük arzusu o idi ki, bizə xoş bir elə bir ki, özündən sonra biz heç nəyə möhtac olmayaq da, yəni. O özü bizim yanımızda olmasa da o elə bir şey eləyir ki, biz şükür Allaha da biz yəni evlad çalışacağam ki, Elnar onun yolundan getsin, atasının yolundan getsin. Yəni ən böyük arzusu evladlarının yaxşı böyüməyi idi, oxumağı idi, təhsil almağı idi. Şəhidimizin onun adını necə yaşatılmasını istərdiniz, necə yaşadılmasını istərdiniz? Bugünə qədər heç bir narazılığımız yoxdur, şükür Allaha. Yəni hər kəs bacardığı qədər yaşadır da, hər kəs bacardığı qədər əlindən gələni eləyir. Bəs yaxşı, Günay xanım, övladlarına və gənclərə hansı dəyərləri miras qoydu bizim şəhidlərimiz? Azad olunmuş torpaqları, firavan yaşamağı. Hər kəs bu torpağın üstündə rahat gəzir, yaşayırsa, öz evində rahat nəfəs alırsa, biz bunun hamısını şəhidlərimizə borcluyuq. Onların qanı bahasına, canı bahasına biz onlara bir ömür boyu borcluyuq. Allahdan sizə can sağlığı arzu edirəm, Günay xanım. Bizə möhkəm can sağlığı arzu edirəm. Bizə həyatda bir dənə onu arzu edirəm ki, övladlarınızı boya başa çatdırasınız. Övladları bizim əmanətlərimizdir. Tək sizin əmanətləriniz deyil, bu vətənin, bu xalqın, bu dövlətin övladlarıdır. Allah sizə səbir versin, güc qüvvət versin ki,
övladlarınızı göydəsiniz. Mən Quliyevim Nare Əli qızı 20 gün içində Beyləqan rayonu Kəbirli kəndindən 20 gün içində şəhid olan iki qardaşlar Kərbəlayi Elnurun İbrahimin anasıyam. İbrahim eyni zamanda müharibə dövlətimizin torpaqlarımızın azadlığı uğrunda getməmişdən müharibə 44 günlük Vətən müharibəsi başlamamışdan 20 gün qabaq xidməti yerinə yetirərkən iki qardaş eyni hərbi hissədə işləyirdilər. Sentyabrın 9-da dünyasını dəyişib. İbrahimin dünyasının dəyişməsinə baxmayaraq Elnur vətəni bilirdi ki, anası atası gözü yaşlıdır. Yenə də Elnur vətəni seçdi. Evlatların, ailəsin, körpə balaların qoydu, getdi vətəni, torpağımızın azad olması uğrunda canından keçdi. Füzulinin azad olması uğrunda canından keçdi. Düzdür, şəhid anası olmaq çətindir. Çətinliyi qədər də qürurludur. Mən fəxr edirəm ki, Elnur kimi, İbrahim kimi evlatların anasıyam. İkisinin 3 körpəsi var. Mənim öhdəmdədir 3 körpəsi. Mən Allahdan özümə ömür diləmirəm. Möhlət diləyirəm ki, mən onların körpəsin, onların ruhu köməklərinə dursun, atalarının ruhu balalarına kömək dursun. Mən onların körpəsini böyüdüm. Onların ürəyi istədiyi kimi böyüdüm. Bizcə onu istəyirəm Allahdan. İstərdim Nara Hanım, sizə xalqın, dövlətin dəstəyi gəlib çatırmı? Sizə yetəri qədər diqqət göstərirlərmi? Bəli, bəli, göstərirlər. Allah prezidentimizin canını sağ eləsin. Mən bayaq da vurğuladım. Elnur özünün müharibə başlamamışsa yenə deyirəm, qardaşının 20 gün özündən qabaq dünyasının dəyişməsinə baxmayaraq, onlar prezidentimizin dəmir yumruğu altında birləşərək atasının, anasının yenə deyirəm, gözü yaşlı qoydu, getdi vətəni seçdi. Onun hamısı prezidentimizin qərarı ilə, prezidentimizin əmri ilə getdilər. Atasının, anasının, balaları fikirləşmədilər. Əlbəttə göstərirlər, sağ olsun prezidentimizi, çox sağ olsun. Şəhidlərin demək olar ki, evlatlarının heç kimə bir ipşika çöpü qədər ehtiyacı yoxdur. Dövlət şəhidlərimizin balalarını saxlayır, evli verib, ailəsini də, balalarım da çox gözəl bayramlarda, hamısında çox gözəl. Mən yerlə göy qədər başımızdan, prezidentimizdən razıyam. Allah onun canını sağ eləsin. Çox gözəl saxlayır, çox yaxşı. Yenə deyirəm, düzdür, çətindir. Atasız körpənin üzünə baxmaq çox çətindir. Nə qədər gəliri olsa da, maddi cəhətdən nə qədər prezidentimizin köməyi olsa da, mənəvi cəhətdən uşaqlar üçün, ana, ata üçün çox çətindir. Amma dözməliyik, prezidentimizə görə dözməliyik ki, fəxr eləyirik ki, balalarımız vətən uğrunda gedir, torpaqlarımızın azad olması. Qürur duyuruq. 30 illik həsrətdə qalan, erməni tapdağı altında, düşmənimizin tapdağı altında qalan torpağımıza 44 gündə cavanlarımız canından ən şirin, dünyada ən şirin nimət olan caman canından keçərək, prezidentimizi yenə deyirəm, dəmir yumruğu altında birləşərək 44 gündə torpaqlarımızı azad elədilər. Bax, ona görə də fəxr edirik. Mən Elnurun uşaqlarını Şuşaya aparmışdım. Hamısına gedəndə də, gələndə də deyirdim ki, baxın, atanız bax bu torpaqların uğrunda gedirdi. Fəxr eləyirdim mən. Fəxr eləyirəm ki, Elnur kimi, İbrahim kimi evladın anasıyam. Biz də səninlə fəxr edirik, yana. Fəxr edirik ona görə ki, sən 2 dənə qəhrəmanımızın anasısan. Allah sizə can sağlığı versin, uzun ömür versin. Allah sizə səbir versin. Nəvələrinizi böyüdəsiniz. İnşallah. Allah sizdən razı olsun. Biz sizin kimi analara borçluyuq. Sizin kimi qəhrəman analarımıza. Allah sizi qorusun hər zaman. Mən şəhid Kərbəlayi Quliyevin qızı Gülzadə Gülnar. Şəhid balamız, Gülnar balamız, şəhidimizin övladı şeir demək istəyir. Buyurun. Qatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Çəngil bayrağı öz qanları ilə vətən göylərinə çəkdi şəhidlər. Zalım əyinməsin zülümləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə ölümü kamına çəkdi şəhidlər. Zalım əyinməsin zülümləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə ölümü kamına çəkdi şəhidlər. O şənbə gecəsi o qətl günü, mümkünə döndərdik çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb söktü şəhidlər. Tarixi yaşadıq diləyimizdə, bir yumruğa döndük o gecə biz də. Bir yumruğa döndük o gecə biz də.
Huzur dilindəki o qoca qurdun doğru düz şəklini çəkdi şəhidlər. Bilirik bu belə nə etdiyinə son. Ölürkən uğrunda bu ana yurdun. Azadlıq toxumunu əkdi şəhidlər. Təşəkkür edirik. Günlər balamız.